Hansılardı? Keçmiş zaman iki yerə bölünürdü. Hansı keç Nəqli, bir də şudi. nəqli, bir də şudi. Ay sağ olun. Ə, Nəqli şəkilçiləri hansılar idi? Mışla ıb idi. Ay sağ olun. Şuhudinin şəkilçiləri hansılar idi? D üstü 4. Aha. İndiki zaman şəkilçiləri hansılar idi? İndiki ır üstü 4 idi, bir də ma. Ma yox, sadəcə ır üstü 4. Ay, o inkarını dedim, o heç. Hə, ır üstü. Bir də gələcəkdə də acaq, əcək olacaq. Aha, bəs qeyri-qəti gələcəkdə? Qeyri-qəti gələcəkdə orada ar yar. Ay sağ olun. Bax, məsələn, deyirəm, gələr. Bax, gələr konkret bilmirəm də, gəlmə ehtimalı %100-dür, yoxsa gəlməyəcək. Yəni qeyri-qətidir, qəti fikir Ha, deyil. bəli. Hə, amma deyirəm gələcək, bu artıq nədir? Qəti fikirlə deyirəm ki, gələcək. Məsələn, deyirəm oxuyacaq. Bax, qəti fikirlə deyirəm ki, bu oxuyacaq, bildirim oxuyar. Artıq bu nədir? Qeyri-qəti gələcək. Bəli, qeyri-qəti. Yəni mən bunu dəqiqləşdirə bilməmişəm. Qeyri-qətidir. Aha. Soram. Şəkillərdən keçsək məna növlərinə gəldik. Məna növləri hansılar idi? Məlum. Məlum, məchul, şəxssiz var idi. Sonra birgəlik, qayıdış yox, qarşılıq birgəlik, qayıdış. Şey, hamısını dedim səhv etmirəmsə. 4 dənə idi. Biz yox, 4 6 məlum, 5 məchul. dənə. Yox, 6. Məlum, məchul, Məchul, şəxssiz, şəxssiz, qayıdış, qayıdış, icbar, qarşılıq birgəlik. bir də icbar. 6. Məlum növün şəkilçisi var, xüsusi. Məlum yoxdur şəkilçisi onun. Məsələn, o yazdı, zərfər getdi, kitablar alındı. Yox, kitablar alındı yox, burada olmayacaq. Kitab kim tərəfindən alındı bilinmir. Burada nədir? Məsələ, subyektdə, obyektdə məlum. Məsələn, zərfər kitab aldı. Yəni məlumda konkret ki, kitabı alan kimdir? Zərfədir. Zərifədir. Bəs desəm kitablar alındı. O artıq məchul olacaq. Orada ın şəkilçiləri də var. Sağ olun. Yəni konkret şəkildə bilmirik. Kitabların kim tərəfindən alındığını bilirik. Xeyr, bilmirik. Məktub yazıldı da demək olar orada. Yəni bilmirik məktub kim tərəfindən yazılır. Sonra nə var idi burada? Qayıdış növünə tapıram mən. Orada bir dəqiqə fikirləşim. Orada məsələn cümlə yadımda saxlamışam. Gül açılır. Yəni özü-özünə açılır. Elə fikirləşmişəm. Bir iş öz-özünə icra olunur. Yəni məsələn onu kimsə eləmir də. Deyirik ki, güllər açılır. Yəni bax güllər açılır deyəndə gülü gedib biz açmırıq ki, gül öz-özünə açılır. Bəli. Aha. Bəs desəm ki, gün çıxdı, bunu götürə bilərik. Gün çıxdı. Yox, onu götürə bilmərik. Aha, niyə götürə bilmirik? Görürəm, xanımlar qıraqdan yazdıqlarınızı narahat olmayın, mesaj bölməsinə atı saxlamışam. Mən gün çıxdığını niyə qayıdış? Çünki orada gün çıxdı. Yəni orada çıxdı sözündə ın şəkilçisi yoxdur. Ay, sağ olun. Məsələn, desəm ki, səhnə bəzəndi. Bu hansı olacaq? O məchul növdür. Aha. Səhnənin kim tərəfindən bəzəndiyini bilmirik. Bəs qız bəzəndi? O məlum. İcbar növü nə tər tapırıq? İcbar növ. Şəkilçisi hansı idi? Bir dəqiqə.
Yox, xatırlamadım onu. Dırtı. Başqasına gördürüyü işi. Məsələn, qız bəzəndi. Bəli, bəli. Xatırladım onu. Qız bəzəndi, qayıdışdı. Mən səhnə bəzəndini dedi Sayat xanım. Kim məhsuldur? Hə, dırtı, yəni işi başqasına gördürür. Məsələn, meyvəni satdırdı. Məsələn, pencək tikdirdi. Tikdirdi. Bəs işığı söndürdüm olsa? Yox, o olmur. O olmur. Çünki niyə? İşığı söndürdündə onu özüm edəmiş oluram. Qarşılıq birgəlik növ hansıydı? Qarşılıq birgəlikdə orada iş şəkilçisi olurdu. Məsələn, doluşdular. Tamaşaçılar zala doluşdular. Aha, ağlaşdılar, Orada görüşdülər, mələşdilər, yazışdılar, baxışdılar, görüşdülər. Işıq şəkilçisi olmalıdır. Aha. Bəs desəm vidalaşdılar. Dalaşdılar. Vidalaşmaq yox, vidalaşmaq. Vidalaşmaq o da olar. Belə, vidalaşmaq sözün kökü nədir? Vida, Sonra nə şəkilçisi gəlir? laş. Laş. Amma biz deyirik hansı şəkilçi olmalıdır? Biz iş demişdik. Ay, sağ ol. Yəni orada iş şəkilçisi yox, laşdır. Ona görə biz öncə Aynen. Yox, götürmür. Gəl qaldı şəxssiz. Şəxssiz feillər, yəni orada şəxs olmur. Məsələn, kömək edilmək, baxılmaq sözləri. Məsul növdən şəxssiz növ demişdim bir-birinə çox bənzəyir. İclas başlandı, şəxs olur da ya yox müəllimə. İclas başlandı. Baxın, burada mübtəda varmı? Başlandı nə? İclas. Ona görə mən bunu məhsul götürəcəm. İclasın kim tərəfindən başlandığı məlum deyil. Bunu məhsul götürəcəm. Bax, iclas başlandı sözündə sözün mübtədası varmı Aytaç xanım? Başlandı. Nə başlandı? İclas. Əgər mübtədası varsa, avtomatik onu məhsul götürürsünüz. Bəli. Mübtədası olanı məhsul götürürsünüz. Mübtədası olmayanı şəxssiz götürürsünüz. Amma desək ki, məsələn, məsələyə toxunuldu. Sayat xanım, məsələyə toxunuldu. Bəli. O şəxssiz olacaq. Mən də bildim qızlara baş salırsınız, onlardan cavab gözləyirsiniz. Hə, məsələyə toxunuldu nə olacaq? Şəxssiz olacaq. Bəli. Niyə? Çünki burada kim nə suala cavab verən söz yoxdur. Toxunuldu, nə toxunuldu demirəm. Nəyə toxunuldu? Nəyə toxunuldu? Başqa da məncə heç nə qalmadı. Məncə hamısını dedik. Şəxssizdə dedik, məlumda dedik, məhsulda dedik, qayıdışda dedik. Məncə heç nə qalmadı. İndi bu gün sizə feilin təsriflənməyən formalarını keçəcəm. İstəyərsinizsə özünüzdə qeyd edin, mən dediyim kimi. Çünki mən dediyim kimi qeyd eləsəniz daha rahat olacaq.